Özəsində bir dəstə xətti olan, öz yeri olan bir şairimizdir. Şeirləri də çoxumuz tanışdır, oxumuşuz. Poeziyamızda heç kimə bənzəmir. Öz qələmi, öz yolu olan bir yazarım. Bugün həm də ön 60 illik... Gəlin burada, bunlar boş qalmasın. Gəlin qabaqda oturun. Gəlin qabaqda. Həm də Bəxtiyar bəyin 60 illik yüzdeyidir. Bugün münasibətilə Bəxtiyarı rəhbər təbrik edirəm. Həm sizin adınızdan, həm öz adınızdan ona uzun ömür, can sağlığı, gözəl illər arzulayıram. Həm də Bəxtiyar artıq 3-cü şeir kitabımız, 2-ci şeir kitabı. Həm Bəxtiyar din əhli olduğu üçün, həm imanlı şəxs olduğu üçün yazdıqları bütün o ədəbi ömründə onun necə deyərlər ki, Allaha bağlılıq, imana bağlılıq, saflıq, içindən gələn o insani keyfiyyətlərin hamısı o kitabda cəmlənir. Yəni mən oxumuşam, kitabında redaktoru özüm olmuşam. Çox gözəl bədii ifadələr var, yeni ifadələr var, tapıntılar var. İnşallah oxuyacaqsınız, özünüz də tanış olub görəcəksiniz. Bir daha Bəxtiyar müəllimi bu 60 illik yubileyi münasibətilə təbrik edirəm. Yeni Allah'tan arz edən bu ikinci olması, 20-ci, 30-cu olsun, 100 yaşasın. Yeni qələmi ilə yeni poeziyamıza gözəl nümunələr gətirsin, gözəl bədii nümunələr qoysun ortaya. İnşallah da olacaq. Əlbəttə ki, mən bugün Bəxtiyar müəllimin bu şəraiti yaratdığına görə bizim Veteranlar Təşkilatının sədri, Suraxanı, həm vətən müharibəsi, həm hərbiçilərin o hərbi zadlarında, hərbi Silahlı qüvvələrin Veteranlar Şurasının hər ikisinin sədri İlqar müəllimlərə təşəkkürümüzü bildiririk ki, bu şəraiti bizə yazıb. Biz istərdik ki, böyük bir yerdə keçirək və çoxlu adam dəvət edək. Bəxtiyar müəllim istəmədi. Həqiqətən də eləmək fikrimiz də var idi. Bəxtiyar müəllim istədi, mən istəmirəm. Öz xidmət kollektivimizlə, öz bir-birimizdən olan bir yüngülvari bir tədbir keçirdik. Özü keçirmək də istəmirdi. Mən təklif edelim ki, belə bir tədbir lazımdır. 60 illik yubileydir, bunu heç olmasa qeyd eləmək lazımdır. Kiçik də olsa qeyd eləmək lazımdır. İndi isə mən sözü bizim Veteranlar Təşkilatının sədri Eldar müəllimə verirəm. Buyur Eldar müəllim. Xoş gördük hamınızı, xoş gəlibsiniz. Mən də qoşuluram sizin təbrikçizə birinci növbədə. 60 yaş elə bir yaşdır, həqiqətən bir insanın ən yaxşı, ən gözəl vaxtlarıdır. Biz balaca olanda yəqin ki, hamınız o günləri xatırlayırsınız. 60 yaşlı insana görə də deyirik ki, 60 yaş, yəni böyük yaşdır. Amma özünüz o yaşa gələndə görür ki, doğrudan da 60 yaş çox böyük yaş deyil. Mən sizi təbrik edirəm, uzun ömür, can sağlığı, işlərinizdə, yaradıcılıq işlərinizdə uğurlar arzulayıram. Və gələcək işlərinizdə daha da ikinci yox, 10-cu, 20-ci daha da davamlı olsun. Mən öz adımdan və bütün veteranlar adından təbrik edirəm sizə, uğurlar arzulayıram. Həmçinin elə bir zaman düşmüş ki, dünyanın elə bir vaxtıdır ki, bugündən sabaha bilmək olur ki, sabah nə olacaq, gün nə olacaq, elə çalarsa, elə bir də ərazidə yaşayırıq ki, elədir ki, Allah da bizə hər şeyi verir. Həmçinin o mənfi müsbət cəhətlərin hamısını bizdə cəmləyib. Nə tərəfdə ki, elə bir ərazidəyik ki, 4 tərəfimiz də düşmandır və bu ərazinin də öz gözəllikləri var. Azərbaycan elə bir məmləkətdir ki, onun hansı yanından baxarsan, o torpaqla əhatə olunmuş bir məmləkət. Buranın şairləri də, yazıçıları da həmişə, inanın etiqad edin, həmişə o cənub həsrətindən yaşayan insanlar oldu. Çoxları cənub həsrətindən yaşayan. O Sovetin vaxtında o Süleyman Rüstəmin Təbrizim şeiri vardı. Yəqin hamısı o yaşlı nəsil bilər də. Böyük bir yanığı ilə yazılmış şeirdir.
Həmçinin o böyük şairlərimiz Sovetin vaxtında hansı ki bunu demək olmazdı, yazmaq olmazdı, amma onlar yazdılar. İndi də ki bu qarmaqarlı bir devirdə əlbəttə ki mən bir cəhddən İran bir növ o başda oturan Fars şovinizmi bizə qarşıdır. Əlbəttə onlar o raketləri bizə tuşlamışdır. Ancaq gözləmirdik ki İsrail onları o tərəfdən vurarlar. Çox təəssüf olsun ki onlar dostunla düşmanını tanımadı. Orada öldürülen generalların 12'si Azərbaycanlıdır, Azəridir. İkisi Fars. Buna da büyük təsəllüf hissinlə keçiririk ki, bu olmamalıdır. Onlar da bizim qardaşımızdır. Ne olsun ki, o İran devləti, deyilən bir devlət tarixən Azərbaycanın olur. O Qacarlardan belə, Səfəvilərdən belə, tarixən, bütün tarixin gedişində orada Farslar az hökmranlıq edir. Hamısı Azərbaycanlılar hökmranlıq edir, Türklər hökmranlıq edir. Bugünkü çağ və belə qarışıq zamanımızda necə deyirlər, ədəbi aləmdə fəaliyyət göstərmək, o insanların dərdlərini dilə qələmlə dilə gətirməyin özü də ki, az demək sərf eləmir. Hər adam yaza bilmir, hər adam deyə bilmir. Vallahi elə adamlar hər sözdən qorxur ki, bunu deyərəm və ya mənim nəyimsə kəsdir, aylığımı kəsərlər və ya oğlum falan yerdə işdir, oğlumu qovarlar falan, yemələr falan. Yəni insanlar qorxur. Bu elə demək, o yazısı da, əsl yazısı da ondadır ki, əsl qələm əhli də ondadır ki, o şeylərdən qorxmur. Ürəyinin dediyini o kağızlara köçürür. Öz sözünü deyir. Həmişə özü olmağa bacarır. Kimsə təsirinə düşmür, nə hakimiyyətin təsirinə. Xalqın dərdi ilə yanır, xalqın dediyini, xalqın o güzaranını dilə gətirir. Bunlar həmişə tarixdə qalır. Mirzə Rəhbər Sabir neçə illərdir yaddaşımızda yaşayır. Həmçinin o böyük şairlər də elədir, yaddaşımızda yaşayanlar o xalqın dərdini, o xalqın ruhunu şeirlərində, sözündə, ədəbiyyatımızda yaşadanlardır. Burada da mən çoxlarını görürəm, bizdə qələm əhlinin hamısı bu yanan insanlar burada toplaşırlar. Qələmi ilə, sözü ilə, söhbəti ilə həmişə avangard, birinci olan insanlar var. Mən sözü bizim dostumuz, qavamız Vahid müəllimə vermək istəyirəm. Bu o da öz ürək sözlərini bizim Bəxtiyar haqqında. Buyur. Hoş gördük hər birinizi, dəyərli dostlar. Belə götürək silah yazılığına baxmayaq, amma mahiyyətcə mənəvi dəyər böyük olan bir tədbirə toplaşmışıq. Bəxtiyar Abbasın dəyərli şairimiz, gözəl insan. Həm yubiley törənidir, 60 illik yubileydir, həm də ki yeni bir kitabla oxucuların qonağına gəlib, bizlərin qonağıdır. Bəxtiyar Abbas intizarı məndən ötəri əziz eləyən bir çox səbəblər var. Öncəliklə deyim ki, Bəxtiyar bəy mənim üçün çox əzizdir. Birincisi ona görə ki, Bəxtiyar bəyin atası rəhmətli İsmail müəllim çox dəyərli bir riyaziyyat müəllimi idi. Və mənim müəllimim olub, sevimli müəllimim olub. Və mən deyərdim ki, həm də mən ixtisadca riyaziyyatçı olduğum üçün həmişə İsmail müəllimə duası olmuşam. Deyim ki, onun mənə vermiş olduğu riyazi dəyərlər həmişə mənə bir yaşılışıq olur həyatımda, fəaliyyətimdə. İkincisi ona görə ki, biz dağlar boynunda yerləşən gözəl bir məkandan Eloğluyuq. Gədəbəyi təmsil edirik. Və eyni zamanda da qohumluğumuz da var. Və mən deyərdim, bəlkə də ən əsas səbəblərdən biri bizim mənəvi qohumluğumuzdur. Könül adamı olmağımızdır. Bəxtiyar bəy, mənim tanıdığım Bəxtiyar Abbas intizar 60 yaşını bugün qeyd edir və müşahidələrim mənə deyib ki, həmişə onun konkret bir xəttə olur. Bir əqidəsi olur, bir yolu olur. Mənə elə gəlir ki, insanlar hələ bir ömür yolu yaşayır. Hələ bir özündən sonra
ömür xətti buraxıb gedir. Ömür dəftəri adlı bir xatirə dəftəri qoyub gedir. İndi o xatirə yolunu, ömür yolunu necə yazacaq, onun əməllərindən asılıdır. Elə adamlar olur ki, görürsən ki, konkret onu ifadə eləmək mümkün deyil. Tutaq cəməlləri ilə sözü üst-üstə düşmür. Amma Bəxtiyar Abbasın məndən ötəri önəmli cəhətlərindən biri də odur ki, o əqidə adamı olur. O bütövlük nümayiş elətdirib həmişə. Yazdıqları ilə əməlləri üst-üstə düşür. Ona görə də həmişə Bəxtiyarın həyatı da, yazdıqları da məndən ötəri maraqlı olur. Onun şeirlərində də hiss olunur ki, dürüstlüyün, haqqın, ədalətin, insanlıq sevgisinin, Allah sevgisinin tərəfində olan bir adam olur. Ona görə də bugün 60 yaşını qeyd edən mənim oğlumu, mənim dəyərli dostumu ürəkdən təbrik edirəm ki, özündən sonra gəncliyə və bizlərə bir örnək yol qoyub. Bir təmiz xət qoyub, bir insanlıq nümunəsi qoyub. Allah sevgisinə aparan, Tanrı sevgisinə aparan bir yol qoyub. Bundan üstün bir şey yoxdur. Tolstoyun sözüdür də, deyir ki, xoşbəxt adamlar hamısı bir-birinə bənzəyir, amma bədbəxtlər hamısı ayrı-ayrı. Bədbəxtlər ayrı cür. Yəni, xoşbəxt adamlar eyni cür xoşbəxtdir, bir-birinə bənzəyir o mənada ki, bu adamların tamahı olmur, nəfsi olmur. Bu adamlar həyatının xoşbəxtliyini varda, dövlətdə, vəzifədə, sərvətdə, yataqlanmaqda və s. görmür. Bunların mənəvi dəyəri daşa, ağaca, ailəsinə, insanlara, Allaha olan sevgidir. Bu sevgi üstündə süslənib bu adamlar. Və bunlar hamısı görürsən ki, gözü toxdur. Hər yerdə də eyni cür simasından nur yağan insanlardır və bir-birinə bənzəyir. O bədbəxt adamlar da ki, biri vəzifə düşkünüdür, biri şöhrət düşkünüdür, biri ad düşkünüdür. Tamah həmişə ona imkan vermir, rahat yaşasın. Ona görə də onlar baxırsan ki, hərəsi bir cür bədbəxtdir, bir cür bədbəxtçilik tarihi yaşayırlar. Tanrı bizi o bədbəxtçilikdən və bədbəxtlərdən qorusun. Bəxtiyar Abbas kimi insanlar cəmiyyətimizdə nə qədər çox olarsa, cəmiyyətimiz o qədər mənəvi durulmuş və saflaşmış olar. Bu bütövlükdə cəmiyyətimizin xeyrinə olar. Və bir daha qeyd edeyim ki, Bəxtiyar bəyin yubiley törəninə mən sevə-sevə, böyük ürəklə gəldim. Böyük tədbirlər də çox olmuşuq, çox böyük tədbirlərin aparıcısı da olmuşam. Amma bu tədbirin, əziz dostum, əziz qardaşım, məndən ötəri ayrıca bir dəyəri var. Çünki bu tədbirin adı Bəxtiyar Abbas İntizar adı ilə başlayır, onun yubiley törəni və yeni kitabının təqdimatıdır. Və mən bu kitabın, bu gözəl kitabın nəfis təqdimatından üzüdəki üzündə də o dediyimiz Allah sevgisi əks olunub. İçərisi də daha gözəldir, oxumağa dəyər. Hər birimizə təvəqqə eləyərdim ki, bu kitabı biz sevərək oxuyaq. Və burada bir şeir də diqqətimi çəkdi. Şeirlərin hamısı gözəldir Bəxtiyarın. Bir şeir də oxuyum və ya çıxışımı sona çatdırım. Dolana bilmirəm vətən başına, elə erişirəm calaq yerindən. Talihi bulanmış bəndəyəm başdan, durula bilmirəm bulaq yerindən. Ruhumu canımdan alan nərməsən, arzu murazımda qalan nərməsən. Nadanlar çox dedi yalan nərməsən, kör oldum ay vətən, bulaq yerindən. Özümdən özüm də küsülü qaldım, əlləri bahamıdan üzülü qaldım. Axırda gör kimdən asılı qaldım, asıla bilmədim bayraq yerindən. Təbrik edirəm. Nəzərinizə çatdırıram ki, yəqin ki, çoxumuz tanır Vahid Aslan bizim gözəl şairimizdir, ədəbiyyatımızda sözü olan, yeri olan, qələminlə tanınan bir şairimizdir.
Müəllim qədimdir. Çox sağ olun, Varis müəllim. İndi isə sözü hər bir insanın öz, əlbəttə ki, peşəsinə uyğun işlədiyi sahələrdə onun yaxın adamları olur. Ürək dostu olur, sirdaş dostu olur. Bugün Bəxtiyarın burada iş yoldaşı olan onun sahə rəisi Eldar Məhədən olur. Sağ olun. Bəxtiyar, təbrik edirəm səni qardaş. Arzu edirəm 3-cü yox, 5-ci, 6-cı kitabına yığışaq. Arzu edirəm 70 illiyə yığışaq sən. Sən bizim kollektivin üzvüsən. Müəyyən səviyyələrdə biz çox olmalıyıq. Bugün istirahət günü olduğu üçün uşaqlar uzaqda yaşayırlar. Hamısını sənə sağlığını çatdırıram. Can sağlığı, uğurlar sənə, qələmi möhkəm tut. Sağ ol, təbrik edirəm. Əlbəttə biz də bütün təbrikləri görüşdük. İndi isə həm ağsaqqalımızın, həm poeziyamızın ağsaqqalıdır. Ola həm öz qələmi ilə, həm tənqidi, həm tənqidi də bizə qoşdur. Həm sözü də ağsaqqal sözüdür, nəsiyyətdir. İndi isə ədəbiyyatımızın görkəmli nümayəndəsinin biri olan Vətən sözüdür. Birinci növbədə təbrik iştiraklarını sağlayıram. Sözün işinə yığışmaq, əslində sözün pərvanələri yığışar. Siz də görürsünüz seçilmişlərdən, o pərvanələrdən siz hamını salamlayıram. Çox bir müqəddəs bir ilahi bir yerdə yığışmışıq. Veteranlar, şəhidlər, qazilər. Bir dənə balaca bir ilah tutmaq istəyirəm. Bir başlayanda təbii bir şəhərlərdə qəbiləsində vardı. İndi olsun. Düzdür. Çok güzel uzatmalar yapıyoruz. Bir dakika sonra hüccetlerimizi yapacağız. Allah rahmet eylesin. Abbas İntizar imzası mənə bir xeyli var tanışdı. Bəlkə də İntizar daha tanışdı. Bəxtiyarın ilk kitabını görmüyorum. Kitabını yok mu bir səsərin ilk kitabını. Şimdi bu intizar meselesi de sizin aranızda. Bəxtiyarın ilk kitabında mən iş şeirlər kitabından oxumuşam. Demək olar, mən redaktörlükdə eləmişəm. Bir ön sözdə yazmışdım, səhv eləmirəmsə. O vaxtın Bəxtiyarın poeziyasında bir iş axtarmışdım. Mənim əsas məqsədim həmişə bir bədii ədəbiyyat oxuyanda onun içindən işığı axtarıb tapmaq lazımdır. O işığı oxuculara çatdırmaq lazımdır ki, bu nüans var burada. Bəxtiyarın o poeziyasında mən işıq tapmışdım. Hətta səhv eləmirəmsə mənim ön sözüm yolum Haqqa sarıdırsaydı. Haqqa sarıdır, o vaxt Bəxtiyar hələ Haqqa sarı o qədər də yol çevirməmişdi. Amma mən belə uzaqlayırlar biraz. O vaxtdan görəndim. Bəxtiyar əslində 60 yaşına yaşdır ki, 60 yaş Allah insana verir. Qalan yaşı Bəxtiyar özü qazanmalıdır. Mən inanıyorum ki, qazanacaq. Əslində sözlə nəfəs alanlar söz ömrü yaşamalıdır. Uğurlu söz yazırsansa söz ömrü yaşayacaqsan. Sən birinci növbədə o uğurlu söz arzulayıram və o uğurlu söz ömründə yaşayasan. Bundan başqa Bəxtiyarın yaradıcılığına baxanda əslində hər bir söz adamının, hamının əksəriyyət burada söz adamıdır. Onun yazdıqları onun portretidir, özüdür. Sözlə öz şəklini çəkir o adam. Bəxtiyarın da portreti milli mənəvi dəyərlərimizə sayğıdır. Ondan sonra inanıcılıqdır, yaradana sevgidir. Bütün bunlarla yanaşı Bəxtiyarın bir özəl cəhət də var ki, bir bəxtəvər cəhət də var ki, o Gədəbəydə doğulubdur. Saz söz mühitində doğulubdur. Bəxtəvərlik. Bəxtəvərlikdə. Gözəl bir yer oldu, necə? Yəni, yox, mən o deməliyəm, həm də
Gözəl diyarlarımız çoxdur, amma saza o qədər sözə fikir verən diyarlarımız hər yerlərdə azdır. Bəxtiyarın, məsələn, birinci kitabında bir ayrı-ayrı saz havalarını analiz edən bir xırda yazısı var idi. Yadan gəlin Bəxtiyar? Düşüncələr. Hə, düşüncələr, bəli. Oradan hiss alırsan ki, Bəxtiyar təkcə Gədəbəy mühitindən çıxmasa da, bəlkə də eyni hissləri yaşayardı. Məsələn, şəxsən mən elə gəlir ki, saz havasını dinləyənlərin, xoş gələnlərin əslində regionu yoxdur. O, Türkün qanındadır o, birinci növbədə. Bəxtiyarın şeirlərində əsas məsələ milli mənəvi dəyərlərdir. İndiki dövrdə milli mənəvi dəyərlərimizin çatlar dəyərlərimizdə çatlar yarandığı dövrdə bu çox vacib məsələdir. İndi çox eybəcərliklərlə rast gəldik. Əslində biz bunu zəmanənin yerinə yıxırıq. Zəmanə deyil o. İnsanlar özləri öz yolundan dönüblər, bir çox insanlar. Əslində milli mənəvi dəyərləri yaşamayan xalq yaşamağa qadir deyil. Əsas məsələ budur. Bütün bunlarla yanaşı, Bəxtiyar, sənin mövzuların o qədər çox olsun ki, mövzu əslində hər bir yaradıcı adamın daxili yanma mühərrikidir. Sənin o daxili yanma mühərrikini o qədər yüklü istəsin ki, daha böyük mövzulara əl atasan. Təbrik ederim sən, sağ olun. Çox sağ olun. Gözəl çıxışınıza görə də Allah sağ olun. Ömrünüzə uzun böyük. Sizlər həmişə bizdən 5 yaş, 3 yaş o Bəhmən Vətənoğlu hansısa zarafat vermişlər. Deyir ki, sənin neçə yaşın var, deyir, mənim 60 deyir. Mən sənin yanında cavan oğlanam, sən mənim yanımda uşaqsan. Hələ 2 yaş öndən beri deyir, mən sənin yanında cavan oğlanam, sən mənim yanımda uşaqsan. İndi siz bizim yanımızda cavan oğlansınız. Çox sağ olun. İndi Bəxtiyarın bütün poeziyası da, bütün varlığı da düzlüyə, necə deyərlər ki, ilahi ədalətə söykənən poeziyadır. Onun hər bir şeirində, mən onun bütün şeirlərini oxumuşam, oxuduğum hər bir şeirində onun saflıq, düzlük, ədalətdən, haqdan bəhs edən şeirlərdir. Hansıysa bir şeirində mən görmədim ki, o düzlük orada təcəssüm eləməz. Hamısında ədalətdən, haqsızlığı, ədalətlə haqsızlığı qarşı-qarşıya qoyub onu dəyərləndirir ki, haqq yolda olmaq lazımdır, haqqa doğru getmək lazımdır. Əlbəttə, bu kitabda böyük gənclərimiz üçün də yəqin ki, böyük bir örnək olacaq. Belə nətərdələr, nümunədir, bir nümunə kimi bu haqq yolu tutmağımızda bizim özümüz də uşaq olanda həmişə o əsərləri oxuyanda həmişə istəmişdik ki, haqq qələbə çalsın, haqlı olsun. Elə bütün ədəbiyyat cəmiyyətinin də bir məqsədi var, bir amalı var ki, gənclərimizin yetişməsində vətənpərvər olsunlar, torpağı sevsinlər, xalqımızı sevsinlər, olanımızı sevsinlər. Bu sevgisi bizdə olmasaydı, vallahi nə 92-də, nə bu 44 günlük müharibədə biz Azərbaycan kimi bu torpaqda var ola bilməzdik. Bu sevgi bizdə olmasaydı, biz elə güman edirdik ki, 92-dən keçmişdik, deyirdik ki, heç kim gedib döyüşməyəcək. Heç kim gedib döyüşməyəcək, bu haqsızlıq, bir belə falan, heç kim. Amma 44 günlük müharibədə gördükdə bizim uşaqlarımız, balalarımız ciddi necə döyüşdü. Əllər silah aldı. Bu haqsızlıq yenə bu Türkün qanında elə bir vətənpərvərlik eşqi var ki, elə bir millətdə torpağa bağlılıq var ki, bunu nə haqsızlıqla, nə sındırmaq mümkündür. Bunu da oğlanın canında var edən bir dənə o amala yönləndirən bizim qələm əhliləridir. də öz rolu var. Həm tarixi kök var, həm də o qələm əhlilərində öz rolu var. Edəcə də Bəxtiyarın bütün rivayət aslan oldu. Bəxtiyarın şeirində gedim hesabların məndən gedəni gördüm ki, oturmur ədəd ədədə. Təclisdir.
özünü ay müştaq olan özünə ay müştaq olan bəndəcik qədər də işləmir. Dədədə. Qədərdə işləmir, dədədə. Yəni ki, haqqın yanında hamımız eyniyiz. Bu bizim qədərimizdir, Allah Teala yazıb. Bu torpaqda var mı? Bu torpağın uğrunda canını qoyan oğlanlardan, o vaxtlar canını orada fəda edən kişilərdən də biri yenə də, biri yox, çoxu buradadır. Ədəbi müddət özünün yeri, sözü olan, həm qələminlə, həm istedadınla tanınan Xəzan jurnalının redaktoru Əli bəy Azəriyə söz verirəm. Buyurun, Əli. Çox sağ olun. Əvvəlcə hamını salamlayıram. Bəxtiyar Abbası həm 60 illik yubiley münasibəti ilə, həm də yeni kitabının, Həsrət Mələyi kitabının çapdan çıxması münasibəti ilə ürəkdən təbrik edirəm. Məni təqdim edəndə dedi ki, Xəzan jurnalının baş redaktoru, çox yerlərdə belə təqdim edirlər. Deməli, mən 10 ildir ki, Xəzan adlı bir jurnal nəşr edirəm. Xəzan jurnalı çıxardanda qarşıma məqsəd qoymuşdum ki, Azərbaycanda bu haqsızlıqla üzləşən, normal qələm məhsulları ilə üzdə olan insanları cəlb edib bu jurnalda çap edirəm ki, Azərbaycan ədəbiyyatının gələcəyə izlədərlər bir yaxşı arxivi olsun. Real vəziyyət göz qabağındadır. Cavanşir Qəmbər deyir ki, 92-ci ildə o qədər haqsızlıqlarla üzləşdik ki, döyüşə kimisə gedəcəyini inanmırdı. Yəni, bu haqsızlıq ədəbiyyatda da var, bu haqsızlıq başqa sahələrdə də var. Yalancı qəhrəmanlar şişirdirlər, çap edirlər, dövlət qəzetlərində, jurnallarda və ilə. Həmin vaxtı mən sosial şəbəkə üzərindən Bəxtiyar Abbasov imzası ilə bir neçə şeir oxudum. Ancaq qarşıma mən məqsəd qoymuşdum jurnalı çıxardığımda ki, burada siyasi və dini mövzular olmasın, ədəbiyyat siyasətdən və dindən kənar olsun. Ancaq sonra baxdım, gördüm ki, ədəbiyyatdan kənarda nə siyasət var, nə din var, hamısı ədəbiyyatın içində. Bəxtiyar Abbasovun şeirləri mənim diqqətimi çəkdi. Həmin ərəfədə biz 4-5 nəfər, o cümlədən ədəbiyyat şünasımız, ədəbiyyat həqiqətimiz Vaqif Osmanov, Əhmədlidə zəngləşirdik, görüşürdük və çay süfrəsi arxasında ədəbi müzakirələr aparırdıq. Orada söhbətlərin birində mən Bəxtiyar Abbasovun şeirlərindən nümunə çəkdim. Dedim ki, belə bir adam sosial şəbəkədə rastıma çıxıb, onun şeirlərində mən Aşıq Novruz İmanın yaradıcılığının davamı kimi bir şeirlər görürəm. Bilirsiniz də, Aşıq Novruz İman bizim dinə söykənən ustad sənətkarlardan biridir. Düzdür, bizim bu günlərdə məclislərimizdə Məhəmməd Füzulinin mərsiyələri, qəsidələri oxunur. İmadəddin Nəsiminin və Seyyid Əzim Şirvaninin deyən. Ancaq Aşıq İman Novruz tamamilə bütün varlığı ilə buna imana söykənən bir sənətkar olub. Vaqif Osmanov qayıtdı ki, mən bu Bəxtiyar Abbasovu şəxsən tanıyıram, dəvət edə bilərəm, gələr bir yerdə söhbət edərik və bizim tanışdığımız Bəxtiyar Abbasla belə oldu. O gün, bugün bizim münasibətlərimiz sağlam dostluq, insanlıq və ədəbiyyat üzərində qurulub, vaxtaşırı imkan tapan kimi görüşürük, yaradıcılığından nümunələrə baxırıq və Bəxtiyar Abbas bu istiqamətdə daima islah olunan bir necə deyərlər, varlığın saflaşdırır və yaradılışa doğru hər dəfə özündə müsbət keyfiyyətlər aşılayaraq gedir. Bu, onun yaradıcılığına da müsbət təsir edir. Ətraf təkcə imanı təbliğ eləmir, təkcə o ədaləti, haqqı nümunə kimi çəkmir. Bəxtiyar Abbas həm də qarşılaşdığımız haqsızlıqlara qarşı dözmür, sərt şəkildə poeziyasında öz sözünü deyir. Mən ona bol-bol oxucu kütləsi arzu edərdim. İndi təkcə kitab üzərindən deyil də bilirsiniz, texniki vasitələr üzərindən də yaradıcılığı izləmək, oxumaq mümkündür. Bol-bol oxucu kütləsi və onun arzularının çin olmasını arzulayır. Bir daha tanıştırdım.
Şimdi ise sözü bizim güzel yazıcımız Rafik Akber'dir. Selamünaleyküm. Bütün Bəxtiyar müəllimin söz işlərinə dəvətli olan bütün yazıcı dostlarımı salamlayıram. Bəxtiyar bizim yeznədir. Həm səmimi insandır, dostluğa layiq insandır. O şey üzünə demək olmasın, sonra şeydir. Ama uzun müddettir tanıyırıq o şey. Yazılı da qəşəngdir, şeirlər də düşündürücüdür. Bir daha yubileyi təbrik edirəm. Yazımı bol olsun. İkinci yox, bəlkə də bundan sonra 10 dənə, 15 dənə kitab yazıb yaradasan. Deyirlər, yiğit ölər, adı qalar. Şair ölər, sözü qalar. Əsas bizi həyatda yaşadacaq başı, insan bu dünyada halbuki neymandır. Qonaqdır. Bizi yaşadacaq bir dənə sözümüz qalır. Məsəl üçün, Məmməd Arazın desəndə, vətən mənə oğul desin, nə dərdin, mamur oğul qayasına bitər. Bir dənə kupleti, bir dənə beyti. Bütün müjde ədəbiyyatı nasıl olur? Həkk olmuş şeyini. Ki bizim şəkili qorxuram belə bir zaman gələr, Bəxtiyar Vaxtzadə, qorxuram belə bir zaman gələr, insanlar yaşayar, insanlar olur. Ədəbiyyat həkk olmuş bir beytdir vəssalam. Mən də deyirəm ki, səni bu dünyada, o dünyada yaşadacağın adın qalsın. Gözəl adın qalsın. Səni təbrik edirəm. Mən bunu neçə dəfə təqdimatlarda demişim. Əmir Teymur'un bir gözəl sözü var ki, insanı o kəsbi öykü yaxşı övlad qoyub özündən sonra geçsin. İnsan o kəsdir ki, yaxşı əməl qoyub geçsin. Daha bir daha o yarar duyar, sənə yazılır. Mənə çox rəf tuturlar ki, mənim ikinci kitabımdır. Birincisi mən aktiv yaradıcılığa 45 yaşından sonra gəldim. Son 10 ildə 2 kitabı yazmışam. Cavanlıqda da yazmışam. O şeylərin hamısı demək olar ki, nətər onu itib batıb. Bir bu, ikincisi də ki, mən istəsəm belə kitablı mexaniki şeirlərlə ildə 2 dənə kitab baxaram. Mənim bu kitabımda bir dənə təkrar olunmuş fikir, nə bir plagiat, nə bir başqa artıq heç nə yoxdur. Mən özlüyümdə çox iddialıyam. Tək bu kitabım elə xalq şairi var ki, onun bütün külliyyatından tərəziyə qoysaq, bədii baxımdan ağırdır. Mən bu, indi böyük iddiayla bunu deyirəm. Ona görə də indi səhərdən mənə irad tuturlar, məhsuldarlığın azlığına görə. Kömrəli olmasın, təbii məhsuldarlıq olur. Bol olsun. Bir də ki, Həsənoğlu bir qəzəli ilə ədəbiyyatda qaldığı kimi, o boyda sanatlığın cəmi 6 şeirlər kitabı ilə qaldığı kimi, bir şeir kitabı da bəs edir ki, imzanı təsdiq edilsin. Sənin imzan ədəbiyyatda var, təsdiq olunur. Bəs edir. Sadəcə bunlar istəyir ki, bu səpkidə bol olsun yaradıcılığa. Bir var şeiri nə qədər düzəltmək, bir də var yaratmaq. Yaradıcılıq bugün Azərbaycan ədəbiyyatında 3-5 dənə ancaq yaradıcı şair tapmaq olar. Nəsə indi bu gün mənim üçün xoş gündür, ona görə artıq sözlər demirəm. Azərbaycan Yazıçılar Birliyi deyilən bir qurumdan televizorda demişəm, çox narazıyam, o ziyankar bir quruma çevrilir. Ən yaxşı olardı ki, o ləğv olunardı. Yazda sənin məhkəməyə. Elzam təşkilatından mənim lazımdır. Məhməd bu sənin məhkəməyə. Əlbəttə ki, bütün bu hamısı, bütün iradlarda göstərilən o məsələlərlə ki, deyilən sözlər də hamısı cəmiyyətimizin, cəmiyyəti ictimaiyyətdə yaşayırıqsa, onun mənfisi də müsbəti də bizimdir. Bizim olan
bizimdir. Bizim olmayanı da eləməliyik ki, bizim olsun. Onu da eləmək lazım. O zaman 2017-ci ildə Qarabağa baxırdıq, köç götürürdük. Hətta mən belə bir şeydən var idi, deyir, qoymaram heç kəsə bir zərrə düşə, bu vətən yükünü götürə bilər. Kaş ömrüm də çatar, gücüm də çatar, onca mübarizələr yetişir. Allaha şükürlər olsun ki, o mübarizələr yetişdi. O qələbə çalındı və bizim xalqımız hamısı ta balacasından tutmuş böyünə kimi 80-90 yaşında, 95-100 yaşında insanların arzusu gedən Qarabağlıdır. Onların müəyyən hissəsi o arzusuna çatdı. Və bu özü də ilahi bir nemətdir, bu xalqa bəxş etdiyi, bu zəfərə bəxş etdiyi, bu zəfər bizə ilahinin bəxş etdiyi gözəl bir nemətdir. Bunun qədrini bilməliyik, bunu yaşatmağı bacarmalıyıq, bunu da yaşadacaq bizim cavanlarımız var. Və bizim də bu aşıqların da, şairlərin də, nə deyək, yazıçıların da üzərinə böyük bir məsuliyyət düşür ki, bu yöndə həmişə şeirlərimiz, həmişə apardığımız təbliğat bu yöndə olmalı. Bu xırda olacaq, ictimaiyyətdə yaşayırsa onun mənfisi müsbətindən çox olacaq. Onlara da göz yummamalıyıq, ancaq birinci məqsədimiz insanları müsbət bir zada kökləmək, havaya kökləmək. İndi burada bizim bir aşıq şairimiz Zamik işlədir, söz önündə söylüyor. Herkes salam edirəm, söz verməyinizə təşəkkür edirəm. Bəxtəməni təbrik edirəm. İnşallah kitablarınız, yeni kitablarınız inşallah çap olunsun. Hər dəfə sözün işıqına toplaşaq. Mən aşıq kimi təqdiməniz, yəni mən aşıq deyiləm. Saz eləməyən var. Saz mənim yox, sənətlərində saz mənim. Aşıq tamam başqa bir şeydir. Həm də sözüm var, həm də ki... Orası elədir, amma məsələn, əsas məsələ odur ki, yəni bu ədəbi camiyyədəyik, hamımız birbirimizi tanıyırıq, yəni qiyabı olsa. Bəxtər müəllim də uzun illər tanıyıram, yəni həm bir kənddənik, həm qohumluğumuz var. Bəxtər müəllim həm gözəl insandır, yaradıcılığı da öz yerində. Amma mən, hər kəs burada tərifləyir, xoş sözlər deyil, amma mən Bəxtər müəllimə bir iradım var ki, bir balaca, məsələn, təbliğat təşkilat məsələsində, təşkilatçılıq məsələsində daha fərqli nəsə eləmək olardı. Məsələn, mən bilmirdim ki, 60 illik yubileyinizdir, açıq. Yəni, mən sadəcə kitab təqdimatı bilirdim. Yəni, adam var ki, görürsən ki, kitabında bir dənə dişə dəyəsi bir misrası yoxdur, amma onu elə təqdim edir ki, onu elə yüksək səviyyədə, təntənəli şəkildə təqdim edir ki, yəni, ətrafdan başqa cür görsənir də, deyirsən ki, yəni, bu böyük bir insandır, böyük bir şairdir, amma reallığı onun deyil. Ancaq Bəxtər müəllimdə, yəni görürsən ki, nəsə var, samballı kitabında dişə dəyəsi, misralar, bəndlər, yəni şeiri yaradıcılığı da çox gözəl. Amma deyək ki, bir balaca o məsələlərdə belə bir ki, bilmirəm, tənbəllikdən irəli gəlir, yoxsa özü biraz özünə qarşı laqeyddirmi? Yəni bu məsələlər var. Yəni insan, mən özümdən bilən ki, məsələn, istedadın imkan həmişə nə olur? Birinci növbədə tənbəllik olur. Birinci növbədə məsələn, özünü düzgün qiymətləndirməmək, görürsən, özünün malını satmaq söhbəti var da, gərək o öz məhsulunu sata biləsən. Bəxtər müəllimdə bax bu mənfi şeylər var, xüsusiyyətlər, yəni xarakterlər. İnşallah ki, zaman yəni onlar hamısı yəqin ki düzələr. Bəxtər müəllim əslində ədəbiyyata gec gəlib. O da gec gəlməyin də yəni yenə günahkar özündə. Sizə gənc yaşlarda da gələ bilər ədəbiyyata. Çünki o potensial var idi. Yəni onun hamısı nədən irəli gəlir? Yəni məndə özü daha yaxşı bilir. İnşallah o məsələlərin üzərində inşallah yuxarı işləmək lazım. Mən istəyərdim daha gözəl, daha təntənəli bir məclis olsun. Amma neyləmək olar? Yəni ki, əsas odur ki, ürək istəyən insanlar buradadır. Ürək istəyən insanlar gəliblər bura.
daha güzel olarkən sazlı, sözlü bir məclis olardı. İnşallah 60 illik yubileyinizi yəni bu cür yola verdiniz, bizi anlattınız. İnşallah 65'i daha Saz da gətirir. siz demədiniz yubileydi, sadəcə təqdimat, yəni indi Təqdimata da saz olardı da. Biz bu cümleyle bilmedik. Burada yakında Ayrı sözü deyirlər, içində məsələsi göstərir. Bir məsələni deyəndə üzr istəyirəm. Elə məsələn tutaq ki, sazla gəlsəydi, sizin bir töhfə olardı. Daha maraqlı olardı. İnşallah 5-5'də. İndi Bəxtiyar bəy özü təmtəraqdan uzaq adamdır, xaraktercə. Əslində də bir fikri deyim ki, əlavə olaraq Zamiq bəyin fikrinə. Düzdür, onu da yaxşı dedi ki, tənbəllik bütün sahələrdə minusudur insanın. Bütün sahələrdə, yaradıcılıqda da xüsusən olmamalıdır o. Amma belə də müəyyən şeyləri də süyülü şəkildə şirtmək, səs-küy yaratmaq, sabun köpüyü kimi bir şeydir havada. O da qalıcı deyil. Amma indi, məsələn, biraz sazlı sözlü olmaq üçün deməmsən ya, indi bəlkə yubiley olduğunu bilməliydim. Paylaşımlarda deməmişdim. 60'dır. düzdür. Bu Elanlı var. Mənə sadəcə zəng edibdiyimiz ki, Bu təqdimat məsələni özü şey eləmək istəmədi. Həqiqətən də şeylə bu zatdan adam doğrusu. O sizin o dediğiniz sözü ben bir şey diyeyim. Dediğiniz şeye Bəxtiyarın bir nöqsanıdır. Ben derdim ki tek insanın nöqsanı değil, hamımızın nöqsanıdır. Yani biz bugün Bəxtiyarın bu təqdimatına, yubileyinə yığışmışıqsa, hər birimizin bir-birimizə siz demişdən, bir sahədə töhfəmiz olmalıdır. Yəni, gəlin belə deyək də, burada mən görürəm ki, müharibədə, 1-ci Qarabağ müharibəsində iştirak edənlər vardı. Gözümüzün qabağında elə insanlar olub ki, onların o qədər xidməti olmayıbdır, halbuki sonradan elə təqdimat verilir ki ona. Yəni, bu bilirik. Amma biz niyə zəif olaq? Niyə birbirimizi dayaq olmayaq? Niyə birbirimize dəstək olmayaq? Niyə birbirimizi gözəl bir formada təqdim eləməyək? Bax, bunlar deməli tək bir nəfər yox, hamımızı, yəni hər birimizdə özümüzü axtarmaya eləməyik. Evet, təşkilat məsələlərdə başqa cür olmalı. Ben bir hafta tekrarladım. Bəxtiyarın böyüklüyü o səmimiyyətində, sadəliyində. Ona görə Biz istəyirəm, gözəl qeyd edədik. Bayaqdan biz tərəfləyirdik, heç bunun bu qədər mənfi cəhətlərin olduğunu bilmirdik. Sizin Elə bir ideal insan Əlbəttə ki, insanda, Allah Taala insana yaşadığı ömür boyu müəyyən cəhətlər verir. Adam var, ona üzrün, şərtində su yoxdur. Adam var, tanıcaqlıq verir. Adam var, mərfət verir, kanacaq verir. O da ilahi bir nimətdir. Onu da adam elə bir ki, elə daşıyır ki, o adamı, o insanın mərfətli adamın heç zaman nə qədər istəyirsən ki, mərfətsiz olsun, ola bilmir. Allah Taala onun anını elə yazır. Xarakteri olur. O xarakteri dəyişmək alın yazısı da, xarakterdə bir alın yazısı. O xarakteri dəyişmək də çətindir. Çətin olduğu üçün də gözəl insan olduğu kimi görünəndə gözəl. Gözəl. Dəyişmək də lazım deyil. Xarakteri- Dəyişə, sürüləşə, O karakteri özləri dəyərlərinizi o karakteri yok. Sadece özləri dəyişmək. değişti. O karakterde yok. Niyə süyülü şəkildə hər şey dəyişməyə doğru gedir? Niyə hamı plastik karakter değişmir. Karakter qalır, özləri karakteri. Bizim dediyimiz o təbii gözəlliyi onu itirə-itirə gedir. Bəla olmur. Bəla olur. Olduğumuz kimi görünür. Olduğumuz kimi görsək, o yaxşı olar. O başqa o müəyyən o dəyərli cəhətləri olmayan insanlar da təşkilatlanmağı çox yaxşı bacarırlar. Tez bacarırlar. Cəmiyyətdə özlərini gözə soxmağı tez bacarır. Çünki həyasızlıq var. O şeylər. Həmin həyasızlıq onları həmişə cəmiyyətdə qabaqda görünür. Özlərini həmişə qabağa soxur. Odur da, nəysə.
Bunlar hamısı keçərdir. Allah Teala ömrü bizə borc verir. Ya görsəndiyin kimi ol, ya Hə, ya görsən. bu cəmiyyətin zadı. İndi bizim burada dostlarımız işte gelir, söz verir, Mehdi Soy, Hayır, ondan Xəzər müəllimə, Xəzər şəhərimiz, gözəl şəhərimiz. Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli şairlər, hörmətli xanımlar. Hər birinizi xoş gördüm. Mən indi haşiyə çıxmaq istəyirəm, Bəxtiyar mənim sözümü deməmişdən, arzularını deməmişdən qabaq. Vagif müəllim çox gözəl çıxış elədi. Həqiqətən də ədəbiyyat adamıdır. Tənqidşünasdır. Çünki sözü yerində, məqamında deyən adamdır. Çünki hətta burada demir, tədbirlərdə, bütün sosial şəbəkələrdə öz sözünü rahat deyə bilir. Bütün şairlərə də, yazarlara da lazım olduqca deyir ki, məsəl üçün mənə də bir insanın şahidi olmuşam ki, rahat tutmaq istəmirəm, amma sadəcə o qadib o insan deyir ki, mənim haqqında nə qədər tənqidi fikir var, onu deyə bilərsiniz. O da peçatını qoydu Vagif müəllim ki, bəs o da budur. Yəni ondan bəlkə də düşünə bilərdi ki, bu insan ki, Vagif müəllimdən ancaq zirvələrə qaldıracaq, amma endirdi. Nəsə söhbət ondan getmir, yəni sözün mənasını, məqamında onun başlar Vagif müəllim çəkdirərdi. Eşq olsun, Vagif müəllim, sağ olun, var olun. Mən sonra da bir fikrə qayıtmaq istəyirəm ki, bizim çox hörmətli Əli bəyimiz orada bayaq dedi ki, bəs Xəzan jurnalının baş redaktörü deyirlər, hər yeri mənə belə təqdim edirlər. Yaxşı, bundan sonra sənə təqdim edərək hekayə qısası. Olar mı? Görürüm ol istəyirəm. Yəqin ki, belə fikir. Yəni ona görə... Əli bəy böyük yazıcımızdır, onlarla məsələləri, romanları, hekayələri, povestləri var. Eyni zamanda o 1-ci Qarabağ müharibəsinin veteranıdır. Bu ehtiyatda olan mayordur. Mən bunları demək istəyirdim ki, sən dedin ki, hamısı. Real hadisələrə söykənən əsərləri və ya da hadisələrə söykənir. Çox bəyənirəm. Nəyə görə? Yox, dəfələrlə olmuşam. Həqiqətləri xalqa çatdırmaq hər oğlun işidir. Hər oğlun işidir. Gələcək nəsillərimiz bilməlidir ki, nə olur? Həqiqətlər. Hərbi ədəbiyyatımızın hərbi hissəsində, ümumiyyətlə hərbi mövzunun əsas yaradıcısı, aparıcısı Əli bəydir bugün. O statusu birinci adamıdır, hərbi yazıcısı. Düzdür. Bayaq bir qardaşımız da dedi ki, mən Vagif mənim sözünə qayıtmaq istəyirəm, bayaq söz işlətdi, onu da yerinə saldım. Dedi ki, bu zamandır, dəyişilmir. Zaman həmin zamanında yenə günəş də çıxır, hava da var, yağış da var, oğlusu da var. Bu insanlar dəyişilir. Bunun nə dəxli var ki? Həmişə bu deyirlər, əşi zamanı, belə zamanı, dünyada namısı desən narazıdırlar. Dünya da öz yerində, zamana da öz yerində. İnsanlar dəyişir. İnsanlara demək lazımdır ki, bunlara məsəl üçün, sən mən bayaq söhbətə qayıtmaq istəyirəm, deyir ki, xasiyyətdir, xarakter, düzdürmü? O xarakteri olur o insanda, özü xarakter əlavə edir özünə. Onda düz olmur. Dünya köhnə dünyadır, gülüşlər. Sizin sözə dövbət, heç ədəbiyyatda da dünyanı obyekt kimi götürüb söymək mən elə gəlmir. Ədəbiyyatda bir şeydir, nə o yazarın özünə bir şey. Sözsüz, Aşıq qardaşımız da bəyan sözlərində dedi ki, bəs təbliğat təşviqat, həqiqətən düz deyir qardaşımız, Aşıq, var ol qardaşımız. Doğrudan da lazımdır. Orada mən yaşlı artvarında da bilmirəm, lakin mən vardır, yoxsa yox, bəlkə də olardı. Çünki qardaşım dedim ki, o akademikdə oturmuşdu, söhbət elədi, dedi, 60 kitab yazan şair sayılır, 2 dənə şiirli yazan şair sayılır. Yaxşı, bu söhbət 60 kitabdan getmir. İçində bu bir dənə şiir, bu boyda dahil Səmədurğun, məsəl üçün görürsən ki, bir dənə Azərbaycan şeiri bütün dünyada məşhurdur. Bəs yaxşı, elə ondan soruşmaq lazım, sənin şeirin hansı məşhurdur? 60 kitab olmaqla deyil. 3 dənə, 5 dənə şeir yazatı, o sənin şeirin məşhurlasını. O elə bir içində ki, belə bir şeir var. Var olarız qardaş, inşallah onlar da hər yeşi öz qaydasında düşər. Bizim mən qardaşım haqqında nə deyirlər? Çünki həqiqətən özümə qardaş bilirəm ki, bizim üçün bu camiyə, ədəbi camiyyədə biz bütün şairlər bir-birimizi hamısı gözəl tanıyırıq. Onların xarakterində, onların xasiyyətlərində, belə deyək də, bütün nə var onlarda hamısını gözəl bilirik ki, ümumiyyətlə bu insanlar nəyi yazar, nəyi yaratırlar. Amma Bəxtiyar müəllimdə belə bir şey var ki, bu həqiqəti tam yaza bilir və açıq deyə bilir. Amma bütün şairlər belədir da. Həqiqətən Vagif müəllim.
Amma bəxtiyar mənim dəfələrlə müşahidə olmuşam ki, bütün bu məqamları, bütün lazımi qaydada onu önə çatdırıb və Cəsarət lazım. cəsarət. Bu hər adamda cəsarət olmur. Eşq olsun. Baxıyorum mən, sənin böyüklüyünə, böyük ürəyinə, həqiqətən də. Amma yenə də bir məsələdə həmişə yanında qalır, deyirəm ki, onsuz çox şeylərə bir də, bunlara dəfələrlə deyirəm ki, əvvəllər deyirəm ki, Sovetin dövründə, yəni sosial şəbəkələr çatları yox idi. Nə internet vardı, nə bir şey vardı. Ya, məsəl üçün, hansısa bir şeiri aparıb, haradasa çap edə bilirdin. Yox. O, orada məsəl üçün senzura vardı. O senzuralarda 10 nəfər adam otururdu ki, o sənin şeirin əgər bir bağlaca belə bir hərbi çatmırdısa, bir şey qaytarılırdı. İndi maşallah. Bütün sosial şəbəkələrdə, bütün jurnallarda, şirkət dərgilərdə, əməli başlı çap olunurdu hər şey. Amma bir məsələn də həmişə yaddan çıxardılar ki, Sovetin dövründə kitab çıxardanda qonorar alırdılar. Amma indi var, indi şair özü çıxardır, özü pul ödəyir, özü maliyyəsini eləyir, hər şeyini eləyir, bir dənə qalır, bir dənə təqdimat keçirdir və tamam. Bununla oxtardı hər bir şey. Bu belə şey olur. Mən də üzr istəyirəm, müzakirəmin bir sizin o sözə Buyurun. Deyirsə, Sovetin dövründə senzura var idi, 10 adamla keçirdi. Amma zato çanda şehir çıxmalı. Mən deyirəm. Amma indi və Əhmədin dediyi ki, bəxtiyarı ehtiyatlı ol, filan kəs dəməlazını çəkirəm, sizə yazı seçəcəm, səni məhkəməyə verər. Geçsin də. İndi bu söz əhlinin yanında nəsə söz demək biraz çətindir də bizim üçün, amma hər halda öz fikrimizdəyik. Siz də Səməd Vurğundan istas gətirdiniz. Əslində dili yaradan şairlər olmalı, yazıçılar olmalı. Zənginləşdirən. Səməd Vurğun vaxtında, Səməd Vurğun Rəsulullah hansı əvvəl olmuş yazıçılar ittifaqının? Rəsul birinci Səməd Vurğun. Səməd Vurğun vaxtında 50-60 nəfər yazıçı orada olardı ya olmaz. Amma 6000-7000 var. Heç kimdə Səməd Vurğun, yəni bir atalar misalı var da, 7-dən 77-də deyilən bir şey var. Amma aslında mən onu 7-dən 77-də yox, deyərdim 3-dən 100-ə. Azərbaycandan 3 yaşından 103 yaşında adamların, kimin yanında desən ki, el biriksən mənimsə, uşaq da deyəcək ki, yurdu yuvan məskənimsə, 103 yaşındakı kişi də arvad edəcək, yurdu yuvan beklən. Yəni bu şair budur. Amma indi axırıncı 50 ildə, bu 30 ildə, 40 ildə hansı bir el var ki, bütün millət bilsin onu. Yok da öyle bir şey yok. Yok, var. Az var ya, indi onu siz bilirsiniz. Ama olsa ben de bilirdim, ben bilmirəm. Ama Səməd Vurğun hamı bilir. Yok, bəli, söhbət ondan gedir. O qardaş aşısı deyir ki, qayıtdı, dedi ki, təbliğat, təşviqat zəifdir. Söhbət ondan gedir. Amma o vaxtı bunların içindən seçilirdi, o senzura vardı. Özünüz dediniz, misal üçün, Məmməd Arazın bir dənə o misrası, kuplet yoxa, bir misra, Vətən mən oğul desə nə dərdim, mamur olub, qayısına deyirdim. Buna təşviqat lazımdır. Yəni, bütün millət bilir. Bu sözü nəyə gətirirəm? İndi bu söhbət kəmiyyət yox, keyfiyyət olmalıdır. 6000, 7000, 10.000 üzv olmaqdan sonra, 100 üzv olan, zaten onların da hər bir sözünü hamı bilir, bu laf yaxşı olur. Mən bir dənə şey Bağışlayın, mən əvvəldə dedim ki, çox gözəldir. Bir dənə də şey var deyir, reklam olunmasa, o mal satılmayacaq. Reklam da, reklam. Bugün tələb olunur. Bugün tələb olunur. Aysu, bəli, reklam. Reklam olmasa mümkün deyil. Olsun, yaxşı şeirlər yazsın, amma yenə köbədə qalır. Bir dənə söyləyeyim. Siz məndən hamınız yaxşı bilirsiniz də, bu camiənin içində siz Səməd Vurğunun vaxtında Sizləri Yazıçılar İttifaqının böyüyü Şolokov olub. Səməd Vurğun da Yazıçılar İttifaqının sədrinin mavini yoxa, katib olubdur. Amma hansısa Sizləri Yazıçılar Birliyinin qurultayında o kimi o ümumi dakladı sədr eləməlidir, Səməd Vurğun edir, bilirsiniz də. Şolokov yox, Səməd Vurğun. İstər Yazıçılar Birliyində belə bir şey olur. Əlbəttə ki, bu çox sağ olun. Bu hamısı Allah rəhmət eləsin, böyük şairimizdir. Ona da çamur atanlar çoxalıb. Nəysə, o çamur atmaqla elə bilirlər ki, özlərini reklam edəklərlə, filan peşməcək. Nəysə, bu keçər bir şeydir. Bir yerləsə külək qayadan heç nə qalmaz. Qaya həmən qayada qalır. Çox sağ ol qardaşım. Təbrik edirəm. Allah can sağ ol. Uzun ömür versin. 60 illik, yox, 120 illik keçirdik. O 160 deyəsən. 160 illik. Yox, 160 olar. Var olasın.
tarixən cəmiyyətimizdə hər bir cürə insanlarımız olur. Adam var, dinəmlik, Allah'a inanır. Adam var dindardır, adam var din əhlidir, adam var. Hər cürə insanın Allah Taala'nın gözəlliyi də budur, kainatın gözəlliyi də budur ki, hamı bir çərçivədə deyil, hərənin öz çərçivəsi var. Və hər bir adamın da verəcəyi cavab onun o nətərlərlər ki, o çərçivəsinə uyğun olacaq. İndi isə burada şəhərimizdə imanlı bir qardaşımız var. Kərbalayı İsmailə söz verirəm. Buyur qardaşım. Əvvəla salam aleyküm, hamısını salam edirəm. Bəxtiyar qardaşını təbrik edirəm. Allah Taala ona can sağlığı versin. Mən fəxr edirəm ki, belə bir meclisi mənə dəvət edib şairlərin arasında. Mən özümü inandığım sənin ki, böyük bir təəssüratla gəlmişdim. Ləzzət verdi mənə, bəxtiyar. Qələmin itili olsun. Bundan da gözəl şeirlər yazasan. Allah sənə sağlam ömür versin. 100 yaşa yenə bəxtiyar. Allah var eləsin səni. Çox sağ olasın. Çox sağ olun qardaş. Allah canınızı sağ olasın. Hamınızın canını sağ olasın. Əlbət zəhmət çəkib gəlmişsiniz. Hər biriniz bizim üçün əzizsiniz. İndi burada Bəxtiyar müəllimə, iş yoldaşı Nazimə buyursun sözlərinizi. Sağ olun, hamınızı xoş gördük. Təşəkkür edirəm söz verdiyinizə görə. Şair, birinci səni təbrik edirəm 60 illik yubileyi münasibətilə. Allah əsas birinci sənə can sağlığı versin ki, yaradıcılıq da, yaşam da, hamısı birinci can sağlığından başlayır. İnşallah canın sağlam olsun, qələmlikdə olsun, yaradıcılığın da bol olsun ki, biz də yəni bütün gözəl şairlərimizin yaradıcılığı gözəl bol olsun ki, gelib keyfiyyətli söz oxuyaq. Sağ olun. İndi isə mən biraz qısa konkret edirəm ki, biraz əlbəttə ki, vaxtımız da çox getməsin. İndi isə bizim gözəl insan mehmanlarına Sağ olun, mən Bəxtiyar müəllimə təbrik edirəm, bu illərdən özü istəyirəm. Bir daha təbrik edirəm, qələminiz iti olsun. Bundan geniş olsun nailiyyətləriniz. Bundan böyük arenalarda bu kitab təbliğatlarınız olsun. İnşallah 100 yaşınız qeyd edir, təbrik edirəm. Sağ olun. Allah canın sağ olasın qardaş. Allah ömrünüzü verəsin, edəcək. Hər birimizin Allah canınızı sağ olasın. Bu gün Bəxtiyarın bu sevincine şərik olmaq özü də bir savabdır. Hansı ki 60 illik yubileyini dedik, valla heç mən yubiley zat keçirmək istəmirəm. Dedim ki, heç olmasa nətərlərlə yığcan da olsa bunu qeyd eləmək lazım. Bu da bir tarixli söz deməmişəm mən. Onlar çatırdılar mənə, prosedurlarını deyilməliyəm. Biz Nur Ozağının təsis çəkildiyindən özüm, məsəl üçün bizdə benim rəhbərimiz onun adından, bütün şairlər adından sizi təbrik edir. O öz təbriklərini sizə çatdırdı. Allah sizə can sağlığı, uzun ömür arzuları. Onların təbriklərini sizə çatdırmazdır. Yəni bunu demək istəyirəm. Elə bir yerədədir, o ki, mən tanımıyorum. Yox, problem deyil. Mən də bu təfsirçiyəm, oranın da rəhbəridir. İnşallah, inşallah. Təbrikləri mən çatdırdım. Sağ olun, tədbirlərini deyirəm. Yaxşı. Ferman müəllimə söz verirəm. Ferman müəllim. İş yoldaşı. Çox sağ olun. Kollektivimiz adına Eldar müəllimimizin rəisimiz Eldar müəllimimizdir. Mən də öz şəxs adından Bəxtiyara uğurlar arzulayıram. Ailə xoşbəxtliyi, can sağlığı, yaradıcılıq uğurları. Allah nə arzular hamısını həyata keçsin. Səni bir daha təbrik edirəm. Sağ olun. Çox sağ olun. İndi isə iş yoldaşları Muxtar müəllim. Bizim həm də Muxtar müəllim veteranlarımızdandır. Allah canını sağ eləsin, bir iş yoldaşımızdır. Bu işin gözəlliyi bizi sevindirən odur ki,
bu şairlərlə veteranlar elə bir qohumluq orada aranır. Bizim başımızda duran Eldar müəllim də Allah canı sağ eləsin. Bütün yəni veteranların nəsə bir dar günündə, çətinliyində açığı bir qohum kimi, heç bir veteranlar cəmiyyəti kimi yox. Yəni müraciətimizi eləyirik, həmən əlindən gələni eləyirik. Birinci, Bəxtiyarı təbrik edirəm. Mən də illərdir tanışdığımız qazla bağlı bir yerdə gəlmişik qaza. Tanışdığımız dostluğumuz var, yoldaşlığımız var. Gözü körünü tox adamdır. Yəni mən onun şahidi kimi deyirəm ki, birinci növbədə gözü körünü toxdur. Pula meyli, mala meyli yoxdur bu adamın. Verən var mı? Sözün düzün, yox, verən olsa da haksızlık. Əgər burada haksızlık varsa onu yerdən öyrənməlidir. Bax, təqdim olundu qazi siz kimi. Döyüş yolu keçir, müəllim ofisirdir, nazirliyin incisi olub. Eldar müəllim tanıyır. Yəni mən də bütün indən belə ki, bu işlərində Bəxtiyara uğurlar arzu edirəm. Allah can sağlığı versin. Gözəl qardaşdır, gözəl iş yoldaşıdır. Bundan sonra gözəl ailə başçısıdır. Mən bildiyim qədər, tanıdığım qədər yoldaşlığımız çox yaxındandır neçə ildir. Allah səni qardaşı əksik eləməsin. Allah sana belə can sağlığı versin, get bu yolda. Biz də imkanımız qədər yanındayıq yəni. Sağ olun, minnətdarım. Sağ olun. Qeyd edələrimiz, bizim bura ocaqdır. İndi o seyitlər var, yalandan adını seyit qoydular. Bura seyit ocaqdır. Mən vicdan haqqı Veteranların ocağı var. Amma bura veteran olsun olmasın. Buyura bilər, hər bir dərdini. Təqdimat eləyəcəm dedi, özdə yubileyin deməyib ha açığı. Təqdimat kimi mən gəlmişəm. Dəndə ki hardadır, dedi ki, veteranlar birliyində, and olsun Allah'a, mənim sevincim nədir? Doğma yiyəcəm. Doğma yerdir bura bizim. O ki, doğma yerdir. Yəni ürəyimizi kiməsə açmadığımız şeyi gəlib burada, məsələn, sizlərə, siz müəllimlərə, yaxınlarım, yaxın bilir. Valla, indi o sevdiğim, bugün bütün o dərdi olanlar, hamısı buranın qapısını gəlir ki, deyir ki, bəs mənim plan dərdim var. Baxırıq, belə fikirləşik, o gündə biri gəlmişdir. Fikirləşik ki, bu pislik deyil ki, bizə yaxın deyir. Bu şair bizisiniz Cavanşin, şair dediniz. Bir də həm Cavanşin da buradaydı, ikimizin köməyini gördüm. Bir Hasan ilə bir yaşlı bir kişi sözdə mən gələndə, bir də Eldar müəllimsiniz, dedim bəli. Bir də Məsin işimi buyurur. Adam açdım, qapını gəldi, əyləşdi. 90 yaşında Azərbaycan vətəndaşıydı. 90'dan çox ödünüz istəyir. 90'dan çox ödünüz. Sonradan məlum oldu ki, oğlunun da biri şəhid oldu. Vətən müharibəsində, oğulların müharibəsində oğlu da şəhid oldu. Nə məsələdir? Dedi ki, mənə bir dənə ərizə lazımdır yazmaq. Bəs evinin məhkəməyə dağılır. Mən də gördüm elə bir məsələdir. Çünki açığı Cavanşin müəllimə məsləhət elədim. Dedim ki, gedin məhkəmənin yanında vəkillər var. Onların birinə müraciət edin, sizə kömək edəcək. Özü deyim ki, şəhid atası olur. Bilmiyor. Səhərsi gəldim işə, gördüm həmişə yenə də yanı oldu. Mən gözləyir. Dedim, getdiniz, dedi, bəli, getdiniz. Nə oldu? Deyim, məndən 100 manat pul istədilər. Dedim, bəs demədiniz ki, şəhid atası. Büyük dedim. Deyəndən sonra 100 manat istəyir. Deyəndən sonra. Yəni biz necədir? Yox, indi onları biz, mən bayaq çox işləmə gəlirəm ki, biz bir-birimizə dayaq olmasaq, bir-birimizə, nə deyim, bayaq siz demişəm, təbliğatımız geniş olmasa, ayrı və telefonlarda biz görürük ki, bugün elə bir şeylər oraya qoyurlar ki, baxırıq haradasa 200-300 min bəyən olur. Halbuki cəmiyyətə bəlkə də aidiyyatı yoxdur, bəlkə də cəmiyyətdə haradasa mənfi bir ünsur yaradır o. Amma qaldı ki, yaxşı bir şeyləri qoyanda, görürük ki, 50-60, o da bizim öz səhvimizdir. Hər birimiz özümüzdən bir səhv atırsaq və o yaxşı bir şey, öz tövfəmizi versək, mən elə bilim ki, nəyəsə nail olmalı və birimizi tanımalıyıq. Mənim üçün də bugün çox xoş oldu ki, Bəxtiyar qardaşımızla bu təqdim etmənin arasında bu yubileyi burada keçirməsi mənim üçün də çox xoş oldu. Bundan sonra da biz əlbəttə hamımız bu vətən üçün çalışırıq. Şairi də, döyüşçüsü də,
müəllimi də, həkimi də, hamımız bu, yəni bu vətən bizimdir, hamımızın. Çox sağ olun. Sağ olun. İndi sizə sözü iş yoldaşı vardı, verirəm. Salamlayıram hər birinizi. Bəxtiyar ki, səni 60 illik yubiley münasibətilə təbrik edirəm. İkinci növbədə kitabları bol olsun, mən inanmam ki, o da olacaq. Sən yaxşı iş yoldaşı olmuşsan, həmişə sözü deyən olmuşsan. Səni yaxşı tanımışam, şadam buna da. Bu tərifləmək kimi deyil, sən içində olan, bura yığışan hər bir kəs bilir ki, sən necə adamsan. Mənim də sözümü tərif kimi bilmirlər, olduğu kimi bilirlər ki, sən nə demək istəyirəm. Allah sənə uzun ömür, can sağlığı versin. Böyük kimi həmişə dayağımız olmuşsan, Allah köməyin olsun. Yenə deyirəm, sənə Allah uzun ömür, can sağlığı versin. İnşallah ki, sənin 100 yaşında da biz bura yığışarıq, qeyd eləyərik. Bundan da gözəl mənzərəli olar. Şən keçər, ilişki kimi. Allah sağ uzun ömür, can sağlığı verir. Sağ olun. Bu sözü gətirdim, üzr istəyirəm. Həmin o kişi bir neçə gündən sonra nə yazdı gətirdi bizə? Şeir yazdı. Şeir yazdı gətirdi. Bu 90 yaşında. 90 neçə yaşında? Çünki O canında var. məhkəmənin üzrüsü, müəyyən çərçivədə yazılmalıdır ərzələr. Qanunlara uyğun, maddələrə uyğun. Həmsi qanunlar uyğunlardır, əsaslandırılmalıdır. Tamam ki, müəllimə onu yazdıq. Hə, bu ərzələri də biz gələnləri hamısının vəkillərin çörəyini kəsmişik də. Biz zəşirik. Allah hamımızın canını sağ eləsin. Bir də sözü bizim bu cəmiyyətimizin fəal üzvü, həm Eldar müəllimin müavini, həm də cəmiyyətimizdə öz gözəl döyüş yolu keçmiş, həm fəaliyyət, həm cəmiyyətimizdə fəal iştirak edən, bütün tədbirlərdə fəal iştirak edən Aslan müəllimə vermək istəyirəm. Çox sağ olun, mən də bütün təbriklərə qoşuluram. Təbrik edirəm sizi, uğurlarınız bol olsun. O qardaş demişkən, birinci növbədə Allah sizə can sağlığı versin. O Eldar müəllim qeyd elədi. Şərt o deyil ki, gedəsən cəhbədə döyüşəsən, düşmənlə üz-üzə olasan, düşmən məhv eləyəsən. Siz şairlər qələminizlə döyüşürsünüz. İdmançılar öz göstərdikləri fəaliyyətlərlə bayrağımızı ölkələrdə darğandırırlar, himnlərimizi oxudurlar. Sizlərə uğurlar arzulayıram. Mən elə bilirəm ki, 92-yi dinlədi, indi də 44-ü dinləmək lazım. Sözü Azər bizim... Azər buyurun. Azər də bizim də o 44 günlük vətən müharibəsində həqiqətən də öz xidmətləri olsun. Gözəl xidmətləri olur. Hal-hazırda cəmiyyətimizin də fəal üzvüdür. Hal-hazırda da müəyyən yerdə işləyir. Buyursun Azər. Allah sizə uzun ömür, can sağlığı, hər zaman necə deyərlər, uğurlarınız bol olsun, davamlı olsun. Belə də sözə, hörmətə, belə deyək də, sizi kimi insanlar burada oturan, indi təbii ki, biz biraz həmin sferadan kənarlı insanlar, hərəmizin özümüzə uyğun bir işlərimiz var. Sizi də dinləmək, qulaq asmaq, müsbət şeylər öyrənmək bizim də öhdəçiliyimizə, üzərimizə düşür. Bir daha təbrik edirəm, Allah can sağlığı. İndi isə kim çıxış eləmək istəyir, buyursun. Rüsiyəmə təkid edən Bəhtər mənim öz səsində şeirlər... Deyəcək o söz. Kimsə çıxış eləmək istəyir, yenə tənqid eləmək istəyir. Tamam, mən də təbrik edirəm səni. Kitabın əziyyət çəkib, gecələr yoxsul qalıb yazırsan. Mənalı sözlər olsun, oxucular tərəfindən sevilsin kitabın. İllər bayaq dediyin kimi 2 kitab, 5 kitab yazma. 5 ildə bir kitab yaz, onun içində bir dənə şeir seçilsin, cəmiyyət tərəfindən bəyənilsin. Səni təbrik edirəm, uzun ömürdən sağlığı arzulayıram.
Sen şan şöhret seven adam dersin. Ona göre bugün genç kentimiz qeyd elədi. Eğer şan şöhret sevseydi değerli, sazlı sözlü, daha geniş bir yerde keçilir. Valla mən elə təşkil ederim ki, danışaq bir yerdə qəşəng. Getmək istəmirəm elə şeylərdən mən uzaq. Şan şöhret sevenleri, şehirlerinde de. Şan şöhret özü sevmir. Özü necə düzdürsə, şehirlerinde de eləsi düz ne görür onu qələmə alır. Uğurların bol olsun. Sağ ol. 60 illik yubileyin uğurlu olsun. İnşallah 100 illik, 70 illik. Allah sana ne kadar ömür verir olsan sağ ol. Burada Allah canını sağ eləsin, yuxusuz zadı qalmıyor, ya da sıraz yazır. İstəsən bir gündə bir kitab yazır. Sadəcə olaraq Bəyət Samit Gözəl qardaşımız Gözəl dedi, tənbəllik məsələsi var. Bir də ki, zəhlənkarlıq məsələsi var. Qoy mən də belə nəticədən dedim. Zəhlənkarlıq. Bəxtiyarın bir şeyindən mənim gözəl xoşum gəlib və Bəxtiyarla məni bağlayan belə bir ali bir həqiqət var ki, Bəxtiyar müəyyən bilir ki, bu işdə bu həqiqətdir. Bu işin dalından, bu həqiqətin dalından geçsə də, bunu alsa da bundan buna xeyir olmayacaq. Zat maddi cəhdə. Amma gedir ki, o həqiqətə çatsın. Vaxtını da sərf edir, işini də sərf edir ki, o həqiqət. O nəyə görə deyirəm? Bir dənə bu 2-3 il bundan qabaq evini uğurlamışlar qaraçılar. İndi qaraçılardan Bəxtiyar 5 dənə qaraçı gətirdi ki, Bəxtiyar məçəl deyəcək, vay, sən Allah uzaq elə. Onların Bəxtiyar həyatı ilə başa saldı ki, burada düzgün oturmaq lazımdır, düzgün durmaq lazımdır. O tərəfdə onlar ağalıq edirdi. İndi hamısı Bəxtiyarın günündə onlara 2 il müddətində bu bizim məhkəmə sistemində, Suraxanı rayon məhkəməsində onlara həqiqət dərsi keçdi Bəxtiyar. O məhkəmə ilə üzrə onlara həqiqət dərsi keçdi. Onların cəzasına çatdırdı. Mən dedim, sən al, boş belə, sən al, bıraq qarası. Deyək, yox, bir gün mənimkin elibsə, sabah da gəlib səninkin olacaq. Yox, dedi, gedəcəm axıra. Dediyini elədi, o da cəzasını aldı, söhbət ondan getmir. Bəxtiyarda belə bir inatçılıq mövqe də var. İndi isə mən elə bir aşağı düşürəm ki, gəlin bizim səbəbkarın özünü dinləyir, öz şeylərindən bilsin, öz təsərrüfatını bölüşdürsün və gələcək Allah da canını sağ eləsin və uğurlarına da bizi sevindirəcək inşallah. Öz bəxtləri öz hansı iddianlıqya burada görəni edirsən? Bugün mən çox şadam. Bura o insanlar gəlib ki, elə bil ki, ilahidən bir ələmid. Bax, iş yoldaşlarımdan da ən saf qardaşlar buradadır. Telman müəllim, Eldar müəllim, bu Nazim Vahid. Bunlar işdə mənim ən əzizlərimdir. Ədəbi aləmdə Əli bəydir, Vaqif müəllimdir. Birinci bax onu demədim. Vaqif müəllim mənim birinci kitabımın redaktoru olub. Mən onun xeyirduası ilə, onun ədəbi mühitə daxil olmuşam. Mən ilk belə ondan xeyir-dua alıb gəlmişəm. Belə Eldar müəllim, sizə də böyük minnətdaram ki, bu şərait yaratdınız. Ben buradan o tərəfə mən ancaq məsəl üçün indi bu dəqiqə mən belə deyim, Suraxanıda bir 5-6 dənə Məşədi Kərbəlayı tanıyıram. Onların ən şahı, ən böyüyü mənim qardaşım İsmail'dir. Ne diyeyim, indi o birinci kitabdan sonra mən onu vurgulamaq, iki şey vurgulayacağım. Diyoruz ki, mən bu birinci kitabdan sonra az sonra Məşəd ziyarətində oldum. Keçən ilin avqustunda Ərdəyində olmuşam. Deməliyəm mən o sözü. Məşəddən gələndən sonra bu ədəbi mühitdə olan mənim ən çox da yerlilərim idi. Biri yazdı ki, ərəblərin yanında nə gəlsə, mən deyim, bilirsən Məşəd əradı, Əfqanistanın sərhədidir, hamısı eyni şeydir.
3-4'lük ağzı burnuna əydi, bir yerim də var idi. O getsin qulağına çatsın. Onu xüsusilə paylaşacağım. Ağzını burnuna edən nədir görmən yerlərim haqqında nəsə artıq əsik danışmışam. Yaxşı da. İndi mən Kərbəladan qayıdandan sonra təzədən bir Ayaz İmramoğlu düşüb orta, mənim üstümə gəlirlər. Onlar hansı ki bir xəstə qocanın, xəstə təxəyyülünlə təzə din yaratmaq istəyən birinin cəryan var. Gəlirlər mənim üstümə, o gəlsinlər. Facebookda da çağırdım, bunların yerləri kimdir? İndi bizim o yerimiz dediyimiz biri yanından burnu sarıb keçir, büyünü hası ki o burada olmalıydı. Keçir, o keçsin. Allah canına sağlık versin. Bu birinci tərəf. İkinci tərəfdə mənim əvvəlbi mühitə gəlməyimin, gec gəlməyimin səbəbi olub ki, bu da demək olar ki, mənim taliyimdən heç kim xəbəri yoxdur. Uzun müddət mən taliyimdə müəyyən ilahi sınaqlar çəkmişəm. O mənim üçün əzizdir. Ondan sonra həmin o sınaqlara görə mən Qarabağ müharibəsində iştirak edə bilməmişəm. Az ki, birinci Qarabağ müharibəsi mənim cavanlığıma təsadüf edib. Gedə bilməmişəm. Mən orada çox təəssüf edirəm özüm üçün. Sonra nəysə, bugün mən çox uzatmaq istəmirəm. Yenə hamınıza minnətdaram. Burada olanlar hər biri mənim üçün əzizdir. Ən əzizlərim. Vahid müəllim burada, Rafiq müəllim burada. Əlil bəy mənim üçün çox əziz insandır. Daha nə deyim, hamınızın qarşınızda baş əyirəm. İndi kitab kimdə yoxsa, indi o girişdə var, götürə bilər o. Yenə indi hələ ki, bir də tənbəllikdən söhbət düşdü. Tənbəllik belədir, şeir yazmaq, həqiqi şeir yazmaq insanın bir ruhi halıdır. O hal gəldi, şeir yazdım, durub yazaram. 5 dəqiqə keçdi, bəssalam, o səndir, getdi. Şairdə belə şey var. Ya da ki, oturub mən şeir yazım, oturub bir günə 100 səhvə şeir yazım. Mexaniki və hezalandır, geçsin. Nədir ki? Ona görə yenə hamımızın qarşısına baş əyiləm, indi tortumuz var, biraz tortuda kəsəcəyik. İnşallah onda YouTube'da canını açacağım o tortun kəsilməsini. Sağ olun. Gene her birimizin karşısında baş eğilim. Çok bizim bu Gədəbəylər niyə qısqanıb? Bəxtiyarın Kərbəlayıya getməyinə. Bizim öz dilimiz var axı, o dildən çıxır axı. Ona görə qısqanır ki, bizim üstünə biraz alın. Ayaz yaxşı tutardı, Ayazı... Əlbəttə, bunların hamısı zarafat. Yox, aydın. Mən istəyirəm köyünləri, yenə deyirəm, Bəxtiyar bəyin həm yaxını kimi, ən qohum kimi, onun adından, öz adından Elvar müəllimə dərin təşəkkürümü bildirim. Deməli, belədir ki, bir şairin yubileyi həm də elə ədəbiyyatın bayramıdır, mədəniyyətin bayramıdır. Əgər ədəbiyyata, mədəniyyətə qucaq açmışsınızsa, bu sizin böyüklüyünüzdən irəli gəlir. Bizim də dedik, belə bir dəfə istəmirəm və söhbət uzansın. Tutaq Sovet dövründən danışıldı. İndi ideologiya məsələsi var. Ortalıqda bilirsiniz, ideologiya qulluq edənlər var. Tutaq ki, kim o ideologiya daha yaxındır ki, hər yerdə tribuna onun önündədir. Onu önə çıxardırlar, amma o kənarda qalan o demək deyil ki, ədəbi cəhətdən ondan zəifdir. Və yaxud da ki, çox gəzdi, indi bir ifrat hələ gəlmiş bir hal var. Türkiyə tədbir adından gedib daşı ağaca sarılıb, şəkil çəkib paylaşırlar. Bu da o demək deyil ki, ədəbiyyatda bu adamın xüsusi imzası var, tanındı. Bu şeylər də olar, inanın, o xətti keçmişik. Biz hələ 90'ların əvvəlində Türkiyəyə gedib gələndə komünist dövründə, o kəsə-kəs dövründə türkçülükdən qorxub, qaçıb gizlənənlər indi çıxıb olur. Bizə belə şeylər gəldi, gedər, sabun köprü, yenə dedim. Bunlar qalmır. Məsələn, Nizami Gəncəvi ömrü boyu Gəncədən kənara çıxmayıb, amma Nizami Gəncəvi dünyanın fəlsəfəsini yaradı. Ədəbiyyat
bu meyarlarla ölçülmür. Ədəbiyyatın öz meyarları var. Ədəbiyyatın əsas meyarı böyük və daha böyük söz yaratmaqdır. Evet. Bu yaranıbsa, onu hardasa bağlayıb saxlamaq mümkün deyil. O çıxacaq ortalığa. O qalacaq, o böyük söz qalacaq həmişə. Mən də Bəxtiyar bəyə böyük söz ömrü arzu edirəm. Heç vəy belə fikir eləməsin. Düşünməsin ki, nə isə bir yaşla ölçülmür. Biz deyə bilmərik ki, hansı yaşda nəyə başlasaq yaxşı olacaqdı. O bizim iradəmiz daxilində deyil. Yaxşı olardı ki, biz daha çox önə baxmağı bacaraq və özümüzü toparlayaq, özümüzdə cəsarət tapıb, yenidən hər şeyi başlamağı bacaraq. Bax, bu iradəni də mən görürəm Bəxtiyar Abbasda. Mən inanıram ki, bu xətti də tutacaq və bundan sonraki həyatı və yaradıcılıq yolları da daha uğurlu, daha işıqlı olacaq. Mən bir daha bu gözəl təşkilata, onun rəhbərinə böyük təşəkkürümü bildirirəm. Siz böyüklük göstərmişsiniz. O deyirsiniz, böyük zallar, böyük imkanları olan, böyük, bilirsiniz, bu söz xoş gəlir hardasa ifadə eləyəndə. Amma onun içində bir boşluq var, bir hardasa... Səmiyyət var ama. Amma ay sağ olun, amma bu biz dediği, bu həcmdən ölçülmür. Bu bir, belə götürək, o çoxluq dediğimiz bir şeylə, onda gərək çoxluqla ölçsəydik, Çin hər dünya çempionatında futbol üzrə dünya çempionu olaydı gərək. Ona görə də formallığa yox, mahiyyətə, mənəviyyata varmaq lazımdır. Mən sizə təşəkkür ediyorum. İndi bu şeir məclisidir, hər halda indi axırda öz bir şeirimi də oxuyum. Mən özüm deyiləm sizə görünən, mənsiz ola bilməz, mənli misalım. Bir üzüm kafirdir, bir üzüm abid, sizə tanış gəlməz, dinli misalım. Mənim də deyil ki, mənim də dediyim deyil ki, səbat, nisbətdə tapsam da sözümdə babat, heç kimə, heç nəyə etmərəm ispat, özümü ovudur, ünlü misalım. Üzündə nur gördüm hər bir kəsində, mülkü çala bildim sükut səsində, yeni dünyamızın məhkəməsində üzü qara qalar sənli misalım. Hamı göstərəcək kəm kəsirini, biri quzu kimi, biri qurt kimi, dağlar da dəyişir öz görkəmini, dumanlı misalım, çənli misalım. Bəxtiyar ayıqdır görən gözüylə, təhlikdə qalıbdır dərin sözüylə, Musa apardığı tura özüylə, yeganə varlığı könlü misalım. Azər səsi. Yox, sən. Mən çəkirəm. Sən demirəm, sıracım orada. Sıracım orada. İndi söyləyəcəm. İndi isə Bəxtiyarın sorusunu qoyub gətirək. Yox.